Salam dostlar. Axşamınız xeyir olsun. Hər birini salamlayıram bu kanalımda. İstəyirəm bugün sizə belə bir açım edeyim dostlar. O geri dönəcəkmi? Biz barışacaqmı və yaxud o geri dönəcəkmi? Belə necə istəyirsiniz elə düşünün. Yəni küstüyünüz, incidiyiniz adam varsa, sevgiliniz və yaxud həyat yoldaşınız ola bilər. O geri dönəcəkmi? Belə bir sualla istəyirəm bugün açım. 2 variant qoyacağım dostlar. 2 variant qoyacağım. O hal-hazırda baxın görəyin necədir? İç halı, yəni energetik olaraq nə vəziyyətdədir, necədir? Sonra nə düşünür? Nə hiss edir? Və hansı addım atacaq? Deməli dostlar, bu bir, bu da ikinci variant. Gəlin birə bunu qoyaq. 2-də konfeti qoyuram dostlar. Və hansı variant sizin ürəyinizə yatırsa, yaxındırsa onu seçə bilərsiniz. Başqa bir adam da yerini seçə bilərsiniz. Yəni o sizin fantaziyanızın asılıdır. Bu arada şəxsi baxım elətdirmək istəsəz, açdırmaq istəsəz, videoların altında nömrələrim var, nömrəm var. WhatsApp-a yaza bilərsiniz. Şəxsi açım üçün maraqlıdırsa. Deməli, hal-hazırda düşünür, xəyallar qurur. Bu adamın nəsə arzuları var. Özünə aid arzu ola bilsin, ev, nəsə bir maddiyyatla əlaqəli ola bilər bu. Bir çoxunda evdir. Nəsə belə xəyallar qurur, xəyallar aləmində deyək ki. Hal-hazırda. Nə düşünür? Sizə nə əlaqəli nə düşünür? Burada düşünür ki bu elə bilir. Bu yəni düşüncəsində heç yaxşı bir şey düşünmür bu. Öz fikrində elə bilir, öz fikrində özünü haqlı bilir bu adam. Nəsə addım atıbsa, nə olubdursa özünü sevini bu adam haqlı bilir hal-hazırda. Belə düşünür də, yəni özünü səhv olduğu halda haqlı bilir özünü. Hissləri. Hissləri, amma hisslər var bunun. Addım atmalıdır. Biraz sonra bu adam sizə tərəf addım atacaq. Bax belə deyim də. Bu insan burada nəsə xəyal qurur. Mən sizə belə bir şey deyim. Nə başa düşdüm mən buradan? Bu adam ailə qurmaq barədə də düşünə bilər. Subaydırsa, mən deyim sizə. Subay deyilsə nəsə maddiyyatla əlaqəli xəyalları var. Özünü haqlı bilir. Hisslərində burada düşünür ki, irəliləməlidir və siz tərəfə addım da atmaq istəyəcək bu. Hiss olaraq başa düşdünüzmü? Ağıldan istəyər belə addım atmasın, nəsə egosu da rol oynayır, amma hissləri imkan verməyəcək buna. Çünki görürsünüzmü, ürək çıxdı. Ürəyi ayrı şey, ayrı bir ayrı addımı atdıracaq da. Buna başa düşürsünüz dostlar. Siz tərəfə addım atmalıdır. Bu hiss var burada, skaresi var. Ciddi addım atasıdır. Belə deyim, belə də deyə bilərəm. Ürəyinin səsinlə, ürəyi istədiyi addım atasıdır. Yəni hisslərlə addım atasıdır. Ağılla yox. Başa düşürsünüzmü? Hisslərlə addım atmalıdır bu adam. Hisslər. Nə eləsə hisslərindən eləyəsidir, yəni. Ağlından yox. Sizi sevirsə, gələsidir. Gəlməlidir. Dönər. İndi ikinci variant. Bu adam bu dəqiqə yeməkdə, içməkdə. Görürsünüz. Kampaniyada bu dəqiqə. Sonra düşünür ki, telefonla danışsın, əlaqə saxlasın. Görürsünüz, əlaqə saxlasın, danışsın. Ehtimal çox ki də
düşünür bunu eləməyə. Hissləri ölübdür amma. Bax belə deyim sizə. Danışar, telefonla içəndə eləyəndə belə bir şey olmur. Hisslər ölübdür, mörtvəyə görürsünüz. Və bundan əlavə də hisslərimi mən belə görmürəm, hisslər ölübdür. Addımdakı mən sizə belə bir şey deyim. Dostlar, inciməyin, görürsünüz, tərs çıxdı kart. Özü muşçina kartıdır. Bu adam əgər qadınlar, bax xanımlar, siz baxırsınızsa bu adamın geri qayıtmağını heç gözləməyin. Şaşırsınız. Bu adam belə kef adamıdır da, necə deyirlər, yəni sizin üçün nəsə eləyəsən deyir. Xarakteri də pisdir bu adamın. Bunu itirməkdən heç geri arzulamayın bu adamı. Əgər kişilər baxırsa da qadındır da, başa düşdünüzmü? Yəni bu adamı gözləməyə heç dəyməz. Nəyəcə lazım bu adam sizin? İnciməyin. Yəni mən kartlara görə deyirəm. Məsləhət də deyil, qayıtmağını da belə görmürəm. Telefonla da danışar, belə gəlsə də gedər. Belə bir adamdır. İkinci variant. Sevinin ki, vəbşə gəlməsin heç. Bax, belə kartlara görə deyirəm yenə də, bu belə bir adamdır. Belə adam göstərir kartlar. Nə deyim? Yəni, xoşbəxtlik gətirəcəksə sizə, gəlsin. Düzdəyim, amma bu da gəlməyini belə görmürəm. Amma telefon danışıq belə şey eləyər, yəni ciddi, bu adam sizə qarşı ciddi heç nəyi yoxdur da. Yəni boş şeydir bu adam. Gələr də gedərdi. Belə. Amma telefonla, belə internetlə bir əlaqə saxlayasınız sizinlə. Bax belə dostlar, bu qədər. Əlaqə saxlamaq istəyənlər WhatsApp-ma yaza bilər. Baxaram, açım edərəm şəxsi. Yenə paylaşımlar edəcəm. Abunə olun, izləyin kanalımı. O bir kanalıma da abunə olun dostlar. Paylaşmışam yerimdə.